İnvestaz investisiya şirkəti sizi salamlayır. Bildiyiniz kimi 18 avqust tarixində İngiltərədən pərakəndə satış həcmində dəyişikliklə bağlı məlumat açıqlanacaq. Pərakəndə satış həcmi iyun ayında may ayına nisbətən 0,9%lik azalma ilə dərc edilərək funtun məzənnəsində gözləndiyindən daha böyük dəyər itkisi yaratdı. Belə ki, keçən ay funt gün sonuna dək 1.3255 qiymətindən 1.3085 qiymətinə dək 170 point dəyər itirdi. İyul ayında isə pərakəndə satış həcminin əvvəlki aya nisbətən 0,2% artımla dərc olunacağı gözlənilir. 18 avqust tarixində Bakı vaxtı ilə 12:30-da dərc ediləcək göstəricinin 0,2% üzərində dərc edilməsi funtun məzənnəsində kəskin qiymət artımına səbəb ola bilər. Pərakəndə satış həcmində artımın gözləndiyindən daha aşağı nəticə ilə açıqlanması isə funtun məzənnəsində ucuzlaşmanın yaranmasına əsas verəcəkdir. Texniki olaraq isə 1.31 səviyyəsinin funt dollar məzənnəsi üçün müqavimət, 1.2950 səviyyəsinin isə dəstək həddi olaraq nəzərə çarpdığını qeyd edə bilərik. İnvestaz investisiya şirkəti sizə ticarətinizdə uğurlar arzulayır.